Təəssüf olsun, 20 ilin ailəsinin bir digən xassını hələ bilməyiblər. Belə ailələr var. Hələ tuta bilmir kişini. Kişi qadını tuta bilmir. 20 ildir bir yerdəsiniz. Çünki dərin baxmırsınız məsələlərə. Hamı ilə eyni cür rəftar eləmək olmaz. Adam var ki, onu ilə küssün, yaxşı olacaq. Adam var ki, onu ilə küssün, pisə geyəcək o. İndi görürsən, bu xanım bir rəfiqə ilə danışır, neyin bundan bir düzəlsin? Bu xanım deyir, mən evdə yoxlamışam, küs bundan geçsin. Səndə elədir, bunda belə deyil. Bu bədbəxt eləməsə, sən yoldaşın küsəndə yaxşı olur. Amma bu küsəndə lap pis olacaq, aləm deyəcək bir-birinə. Allah səndən razı olsun, vurmusan ailəmi pis günə qoymusan. Sən məsləhət verənsən, hə, yaxşı ver, Allah canını sağ eləsin, qəşəng məsləhətlər versin. Bir otur, tanı girən sonra məsləhət ver, tanımırsan bunu həyat yoldaşın sən. Nə məsləhət verirsə, birisi adam tanıyar məsləhət verərdən. Biraz danışdırarlar da adamı. Adamlar xüsusiyyəti budur ki, dilxor gəldi və biraz ondan, belə deyək də, güldün, danışdın, rahatlaşır. Adam var, dilxor olanda istəmir heç kəs yaxınlaşsın ona.